Mənim Quran-Kərim tələbəm Hafiz, Şamaxının Göylər kəndindən olan Elgün Quliyev, Quran hafizi. Ondan tamamlayayım inşallah. Ondan bir-iki xatir olaraq. Çünki tanıdığımız insanlardan istəyirik ki, bu anda biz zikr eləyək. Onlar ölü deyil. Az öncə oxuduğum, ilk öncə oxuduğum ayətdə Allah yolunda ölənlərə öl deməyin deyir. Yəni onlar diridirlər, biz onun fərqində deyilik, bilmərik. Çünki qeybi Allah bilir. Və hətta başqa bir ayətdə onlar rızqlanırlar. Allah onları rızqlandırır. Heç ağlıma gəlməzdi. Uşaq ikən 2007-ci ildir. Mənim 24-25 yaşım var idi. Müəllim olmuşum bu uşağın. Perevod olundu başqa mədrəsələrə. Artıq yolumuz ayrıldı. O tələbə, mən müəllim. Üstündən bəlkə bir 15 il, neçə il bu uşaq hafiz olub. Hafiz olduqdan sonra müəllim, tarix müəllimini oxuyubdu. Universiteti bitirib Sumqayıtda. Və ondan sonra əmri verilib hətta hansısa bir yerə ki, müəllimlik əmri. Və o anda 44 günlük savaşın mesajı gəlir ki, müharibə. O uşaq özü könüllü, çünki əskər deyib gəlibdir. Könüllü əskərlikdə olub. Yəni, o döyüşdə olubdur. Onun videoları qarşıma çıxdı. Az öncə Ceyhun mənim dedi, 92-ci o dövrlərdə təfəkkür, kamillik, 44 günlük savaşda ordunun kamilliyi eyni deyildir. Həm güc olaraq da, həm də mənəvi olaraq eyni deyildir. Amma heç vaxtda o dövrün insanlardan qınamayacaq. Çünki 70 il Rusun əsarəti altında qalmış, hələ ondan əvvəlcini demirəm. Elhamdülillah, indi Azərbaycanda bir diriliş var. Diriliş var. Nə dirilişi? Mənəvi olaraq. Birlik var. Ona görə biz birliyimizi qorumalıyıq inşallah. Və onun videosu çıxdı qarşıma. Demək, sübh namazında bir də görürəm ki, namazı qılıblar, əskərlərdən söhbət, 44 gün savaşdan. Mənim burada hər sabah və axşam oxuduğum Huvallahu-ləzi ilə aşır var, onu oxuyurum, səsindən tanıdım. Onun 2 dənə, 3 dənə tələbə var idi, özəl tələbəm var idi. Biri Sadiq müəllim idi, Müşfiq Qabaq məscidin imamı. Tələbəmiz də elhamdülillah bizim. Biri Şəmistan idi, Şəmsə idi Ağdaşdan. Biri də Elgün idi. Elgün şəhid oldu. Və yanındakı əskərlər danışır, çünki biz tez-tez gedir, ziyarət edirik oranı. Dedi, Elgün, baxın, özünüz bilirsiniz, görürsünüz, qabağımıza çıxıbdı onların həyatı, qazilərimizin, şəhid olan insanlardan danışırlar. Hətta bir qazi yadından çıxmaz, qazi deyir ki, vallahi deyir, biz dəhşətə gəldik, deyir, yarı bədəni yoxdur, üzümə gülür, deyir. Mən deyir, gedirəm, deyir. Özdə sevin, gülə-gülə, öz aramızda əlimizdə bir dənə tikan batanda ağrısından nətər ağrıyırıq. Çünki o məqam var və özəllə də bu iman əhlidir. Deyir, Elgünün deyir, ayağına qəlpə dəydi. Bilirsiniz ki, indi Allah canlarını sağ eləsin, qazilər var ki, ayağı yoxdur. Demək, şəhidlik bir nəsibdir. Bir dənə qəlpə ilə getdi. Ayağına qəlpə dəydi. Bunu götürəndə Elgün deyir, dedi ki, mənə əskər danışır, yanımda əskəri. Dedi, məni burax, mən onsuz da deyir, hiss edirəm, deyir. Mən gedirəm, məni burax, deyir, onları kömək elə. Sanki əshab yadımıza düşdü. Uhudda, Bədirdə nətər deyir, su məsələsində bilirsiniz də o hadisəni. Ona ver, axırda qaydır görsə heç bir sağda ölür, şəhid olub hamısı. Yəni, bax, bizim 44 günü savaşda olan əskərlərimiz əsl cihad idi, əsl cihad dediyiniz o idi. Ona görə biz bunların əməyini, əziyyətini itirməməliyik, əziz qardaşlar. Onların bizə əmanət etdiyi vətəni qorumalıyıq, bölünməməliyik, bölmək istəyən insanlara icazə verməməliyik, fürsət verməməliyik. Bir olmalıyıq. Yumruq olduğumuz zaman heç kim sənə bata bilməz. Bu xalq yumruq kimi olacaqdır. Tək barmaqdan o deyil. Allah bizi bu anı vətənimizə, xalqımıza bir də göstərməsin, nəsib eləməsin.
Allah şəhidlərimizin məqamını uca eləsin. Ailələrinə səbr ihsan eləsin. Allah qazilərinə şəfa versin. Allah hamımızdan razı olsun. Rəbbim bizi hər zaman, hər yerdə bir olaraq yaşamağı, dinimizdə yaşamağı nəsib eləsin. Amin. Allah razı olsun.